Azercell-lə Eurovision finalına düşmək bu qədər asan. Yalnız 10 aprel 21 may tarixlərində Azercell-dən Eurovision 2012 modemini al. Eurovision finalına bilet qazanan 400 nəfərdən biri ol. Eurovision həyəcanını Azercell-lə yaşa. Azercell 3G Max, Eurovision 2012-nin rəsmi 3G modemi. Deməli, bu südlü şokoladlıdır, o biri isə yer fındıqlıdır. Görəsən, əl-ayaqları da şokoladdandır. Yəqin şokoladdandır. Ayaqqabıları da. Hey, bura bax. Elə bilməyin ki, qulağımız yoxdur deyə heç nə eşitmirik. Məndən olsa, ayaqqabılarını yeməzdim. M&M's, onları hər yerdə yemək istəyirsən. Mən bilən şokoladdan deyil. Mazda təqdim edir. Tam yeni Mazda CX-5. Kompromis qəbul etməyən sürücülər üçün. Cəlb edici sürətlənmə, cazibəli üslub, həssas idarə olunma, avtomobilin və sürücünün vəhdəti. Mazda CX-5. Hərəkət həvəsi, sabahı yaxınlaşdıranda. Sərhəd yalnız səmadır. Kim deyir ki, yer üzündə cənnət yoxdur? Bounty, cənnət həzzi. Gözəl bir gün idi. Mən uşaqlarla parkda gəzirdim ki, birdən ağrı gözlənilmədən şənliyə son qoydu. Yaxşı ki, yanımda Nurafen var idi. Yüksək sorulmada yönəlmiş təsir sayəsində Nurafen ağrının mənbəyinə tez nüfuz edərək onu aradan qaldırır. Hə, getdi? Nurafen, ağrıya qarşı yönəlmiş təsir. Bax. Bəs anan hardadır? Anam həmişəki kimi qabları yuyur. Qoy qabı yanmaşın və kalqanin sizin əvəzinizə işləsin. Yetər, sən qadınsan, qabıyan deyilsən. Kalqanit, qüsursuz nəticə. İndi kalqanit adı finişi ilə əvəz olunur. Yeni ad və əvvəlki kimi qüsursuz nəticə. Beliniz ağrıyan zaman Nurafengeldən istifadə edin. O ağrının mənbəyinə birbaşa təsir göstərir və onu aradan qaldırmağa kömək edir. Nurafen, ağrı əleyhinə yönəlmiş təsir. Beko düşünər, müştəri qənaət edər. 7 və 6 kiloqramlıq Beko paltar yuyan maşını, 5 kiloqramlıq paltar yuyan maşının qiymətini əldə edin. 6 kiloqramlıq maşınlarda üstəlik toz soğan da hədiyyə edirik. Hər zaman yaxşısından seçim etməyiniz üçün çalışırıq. Beko, dünya markası. Artıq 3 il zəmanətlə. Telefon 180, Saleton, 15 il sizinlə. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar və bizi Xəzər FM radiosundan eşidənlər. Xəzər xəbərin həftə sonuna olan əsas buraxılışı efirdədir. Ötən həftə ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi qeyd olundu. 20 illik həm də iki ölkə arasındakı münasibətləri yeni mərhələyə qədəm qoyduğu dövr kimi qiymətləndirilir. Azerbaijan is right there. The United States of America and Azerbaijan have together. Azerbaijan's importance as an energy provider. This is a positive development. It puts Azerbaijan really on the map in Washington. Dr. Bill Cassidy, who is a practicing physician. Dünyanın ən güclü ölkəsi Azərbaycanla münasibətləri günbəgün daha da dərinləşdirir. Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyində isə
bu münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Millik Azərbaycan və Türk diasporlarının birgə Vaşinqtonda təşkil etdiyi möhtəşəm mərasimlə qeyd edildi. 2 gün davam edən Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi Nailiyyətlər və Perspektivlər adlı konferansda hər iki ölkədən xeyli sayda yüksək çinli dövlət və hökumət nümayəndələri, tanınmış ictimai xadimlər və jurnalist iştirak etdi. ABŞ tərəfdən çoxsaylı hökumət nümayəndələrinin iştirakı diqqətə layiq idi. Konferansda bu ölkədən 30-dan çox konqresmen, 5 senator, 2 general, 2 qubernator, 3 vali və 50 ştatdan gələn çoxsaylı professor iştirak edirdi. Gözəl konferans oldu. Azərbaycanın iqtisadi inkişafı ilə birlikdə Amerika Birləşmiş Ştatlarının bu ölkə ilə münasibətləri əhəmiyyət qazanır. Keçən 20 ildə faydalı əlaqələrin olduğunu nəzərə alıb, gələcəkdə görüləcək işlər üzərində düşünmək lazımdır. Amerika'daki ilgi çok az oldu bu bölgeye, özellikle Azerbaycan'a. Obama hükümeti daha Rusya üzerine fokus olan bir siyaset izledi ve bütün Kafkas ve Orta Asya bölgesinde çok fazla bir inisiyatif almadı. Umarım bu tür olay, bu tür konferanslar bölgenin önemi yükseltirecek Washington'da ve bir siyasi etkisi de olsun. Baş tutan görüşlərdə Azərbaycanla ABŞ arasında müxtəlif sahələrə dair əməkdaşlıq və bu əməkdaşlığın perspektivləri müzakirə olundu. Xüsusilə iki ölkə arasında münasibətlərdə əsas yeri beynəlxalq təhlükəsizlik məsələsi tutdu. Təbii ki, enerji baxımından Azərbaycan kimi dost Amerika üçün çox vacibdir. Bundan başqa bizim digər sahələrdə də əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycan çox strateji bir regionda yerləşir. Elə bu səbəbdən də biz bu ölkə ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıyıq. Bugün ölkələrimiz arasındakı münasibətlər çox yüksək səviyyədədir və uğurla inkişaf edir. Enerji sahəsində də xüsusi əməkdaşlığımız mövcuddur. Biz çox maraqlı və vacib layihələrdə birgə iştirak edirik. Ümid edirik ki, bu proses bundan sonra da davam etdiriləcək. Ümumilikdə isə ABŞ-Azərbaycan münasibətlərinin 20 illik dövrünün təhlili bir sıra nəticələr çıxarmağa imkan verir. Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də Ermənistan üçün